Sənə xəyanət edibləri, özünü cəzalandırırsan, özünü günahlandırırsan, danlayırsan ki, yəqin mən kifayət qədər gözəl deyiləm, yetərsizəm, dəyərsizəm, ona görə xəyanət olundu. Ya depressiyaya düşürsən, ya da gedirsən o kiminlə ki səni aldadıbları, onu araşdırıb axtarırsan ki, görüm o necə bir insandır. Hətta ona bənzəməyə belə çalışırsan. Əslində xəyanətin nə sənin gözəlliyinlə, nə dəyərsizliyinlə əlaqəsi yoxdur. Səninlə əlaqəsi var, amma təkcə səninlə də deyil. Sənin və onun münasibət problemi var. Bunu həll etmək lazımdır. Həmçinin xəyanət edən şəxsin öz seçimidir, öz davranışıdır. Sənin dəyərsizliyinin nəticəsi deyil. Xəyanət edən şəxs əgər peşman olubsa öz davranışından, o zaman ona bir şans verə bilərsən. Bu da ikinizin birlikdə ailə cütlük terapiyasına qatılması ola bilər. Əgər ailə cütlük terapiyasına razılıq verirsə, artıq bu onun tərəfindən bir addımdır. Münasibətlərinizi bərpa eləmək istəyir. Və bu terapiyada siz münasibətlərinizə, davranışlarınıza, emosiyalarınıza, hisslərinizə, hər birinə yetkin şəkildə baxa biləcəksiniz, aydınlıq gətirə biləcəksiniz. Ya bu münasibəti axıra qədər sürdürəcəksiniz, ya da sağlam şəkildə münasibətinizi bitirə biləcəksiniz. Yoxsa ömür boyu oturub, ağlayıb, özünü günahlandırmayacaqsan ki, yəqin ki, mən gözəl deyiləm, ona görə mənə xəyanət olundu.